Variantlarda həm although, həm də though görürsünüzsə, bunların hər ikisini də çıxmaq lazımdır. Çünki bunlar eyni mənanı ifadə eləyir. Buna görə də bu tip testlərdə əgər cavablarda hər ikisi də verilibsə, deməli bunların heç biri bizə lazım deyil və doğru cavab heç biri deyil. Cümləni tərcümə etmək lazımdır. I didn't read the book till the end. Kitabı sona qədər oxumadım. It was rather dull. O çox sıxıcı idi, darıxdırıcı idi. Görürsünüz ki, burada səbəb-nəticə əlaqəsi var. Yəni kitab sıxıcı olduğu üçün mən onu oxumadım. Səbəb nəticədə isə biz adətən işlədirik because-u, çünki darıxdırıcı idi. But isə amma, ancaq, lakin mənalarını ifadə edir və ziddiyyət bildirir. Əgər desəydi ki, kitab sıxıcı idi, ancaq mən onu oxudum. Yəni cümlələrinizin yeri dəyişik olsaydı və sizin birinci cümlənizdə də didn't read yox, read olsaydı, yəni onu oxudum olsaydı, artıq siz burada but işlədə bilərdiniz. Yəni but daha çox zid mənalar ifadə edir. Kitab sıxıcı idi, amma onu oxudum olsaydı but işlədərdik. So isə burada uyğun gəlmir, səbəb nəticə olduğu üçün because D variantı doğru cavabdır.